Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala Resulina Muhammedin və ala alihi və sahbihi ecmain. Amin. Xoş gördük əzizlərim. Axşamınız xeyir olsun. Allah hər birinizin əhlinə, ailəsinə, malına, mülkünə min bərəkətlər ehsan eləsin. Dövrümüzün ən aktual mövzularına olan hər bir mömin və müsəlmanın yaxşı bilməsi lazım olan və eyni zamanda da fərqli bir pozisiyadan izləyəcəyimiz və fərqli bir nöqtədən ələ alacağımız bir tevhid məsələsidir. Yəni tevhid məsələsinin əsasları, tevhid məsələsinə girməmişdən öncə bizə lazım olacaq nüanslardır. Yəni əslində tevhidə necə giriş verilməsi lazımdır? Tevhidin mahiyyəti nədən ibarətdir? Yəni quru bir la ilahə illallah, quru bir Muhammedur Rasulullah olmaması lazımdır bizim həyatımızda. Yəni la ilahə illallah Muhammedur Rasulullahın bir alt yapısı olması lazımdır. Yəni bu kəlmə-i tövhiddə, kəlmə-i şəhadətdə la ilahə illallah nəyi simgələyir, nəyi işarət eləyir? Muhammedur Rasulullah bizə həyatımıza nəyi təmsil eləyir? Yəni elə bir la ilahə illallah Muhammedur Rasulullahı bir məna olaraq düşünəsi olsaq, la ilahə illallah bu işin elə bil ki nəzəriyyəsidir, Muhammedur Rasulullah bu işin praktikasıdır. Yəni çünki tevhidin əsas inanc və əzbərləməsi lazım olduğumuz yönümüz la ilahə illallah aiddir, amma onu həyat yaşantısında göstərən, isbat edən, tevhidin yaşanılmasını bizə öz əməlləri ilə, öz həyatı ilə, yəni peyğəmbərlik vəsifləri ilə bizə göstərən Rasulullah sallallahu aleyhi və səlləmin həyatıdır ki, biz ona Muhammedur Rasulullah deyirik. Yəni dolayısıyla əslində İslam ensiklopediyasının, İslam kitabının, İslam mahiyyətinin mündəricatı əsas bu iki cümlədə xasdır. La ilahə illallah Muhammedur Rasulullah. Yəni bugünkü kəlmə-i şəhadət tabirlə desək, əşhədu ən la ilahə illallah və əşhədu ennə Muhammedan abduhu və rasuluhu. Yəni bu hər birimizə lazım olan bir mövzudur. Hər birimizin işləməsi lazım olan bir mövzudur, amma tövhidə girməmişdən öncə bizə lazım olacaq bəzi nüanslar var. Biz bunlara diqqət eləməliyik ki, tövhidin sirri, tövhidin həyatımızdakı yansımaları və tövhid əqidəsi bizdə daha yaxşı formalaşsın. Yoxsa quru-quru inanın ki, o qədər dinləyə bilərsiniz internetdə videolardan, hacılardan, hocalardan. Quru-quru tövhid məsələsi, yəni insanı əməlli işləyə biləcək bir İslamiyyətə aparmır. Yəni deyirsən tövhid odur, tövhid budur, falandır, bilandır. Yəni tövhiddə bu məna kəsb edir. İstər onu ərəb qrammatikasına uyğun, morfologiyasına uyğun, hər şey uyğun isbat eləyə bilərsən, danışa bilərsən. Amma 3 dənə bəzi nüanslar var ki, onları bilməyimiz əlzəmdir, lazımdır və tövhidə giriş üçün mütləqdir. Qətiyyən bil və anla ki, xilqətin ən yüksək qayəsi, fitrətin ən yüce nəticəsi imanu billahdır. Yəni ilk öncə Allaha iman etməkdir və imanın içində bir nevi inam yatır, tanımaq yatır. Çünki həqiqətən tanımadığın bir Allaha ibadət etməkdən ləzzət ala bilərsənmi? Tanımadığın bir Allaha gönlünü açaraq onunla dərdləşə bilərsənmi? Tanımadığın bir Allahdan gönlü candan yardım istəyə bilərsənmi? Və tanımadığın bir Allahın qarşısında için ağlayıb səcdə edə bilərsənmi? Mümkün deyil. Ona görə də tanımadığın bir Allaha sözlər xətrinə, pafos xətrinə, replika xətrinə la ilahə illallah Muhammedur Rasulullah deyib arxada bayraqlar yazmaqla o tevhid olunmaz. Onun alt yapısında, ana mərkəzində duran həmin bu iman-ı billah, yəni inam və iman məsələsidir. İnam və iman məsələsi müəyyən qədər pərçimlənib həyatına oturuşduqdan sonra İkinci nöqtə nə gəlir? Və insaniyyətin ən ali mərtəbəsi, bəşəriyyətin ən böyük məqamı iman-ı billah içindəki mərifətullahdır. Yəni, ərəfə kökündəndir, bilmək, tanımaq, öyrənmək. Yəni, deyək ki, iman etdin, onu bir nevi tanımağa çalışdın və tanıma içərisində artıq onu elmlə tanıyacaqsan. Yəni, mərifətlə tanıyacaqsan. Nə mənada tanımaq? Hansı ki, bu Allah necə bir Allahdır? Bizdən nə istəyir? Xilqətindəki qayələr, məqsədlər, hədəflər nələrdən ibarətdir? Bizə göstərdiyi möcüzələr nələrdir? Öz üzərimizdə gördüyümüz möcüzələr nələrdən ibarətdir? Biz Allahı nədə görə bilərik? Bugünün elmi və belə deyək də həyatımıza yansıdığı, oxuduğumuz fənlərdə bu kəlmə-i şəhadəti, kəlmə-i tövhidi və Allah Taala'nın həmin bu marifətullah yansımasını necə görə bilərik? Bax, bugün biz buna odaqlanmalıyıq, buna yönəlməliyik. Çünki həyatımızın əksər qismi elmdən ibarətdir.
Əgər biz elmdən ilham alıb, elmdən belə deyək də biz həyatımızı kökləndiririksə, bunun alt yapısında elmi bir Allah yoxdursa, avtomatik olaraq sırf belə kör-körünə inanmışlıq bir Allah modeli varsa, o bu zamanın inan modeli deyil. Çünki orta dövrlərdə qəlb hakimi idi insanlarda. Əhli qəlb deyirlər insanlara. İndi isə əhli ağıl, əhli məntiq insanlarının dövrüdür. Yəni biz bu dövrdə yaşadığımız üçün Allahı da, hətta deyir, görünməz dediyimiz şeylər də bir nevi ağıl pərdəsi ilə düşünməyə çalışır. Düzdür, bəzi şeylər ağıl və məntiq pərdəsinə sığmaz. Yəni ağlımıza və məntiqimizə sığmırsa o yoxdur anlamına gəlməz. Ağlın və məntiqin ötəsində var. Yoxsa fizika var, metafizika var. Kuantum fizika var. Yəni bunlar elə şeylər var ki, yəni bunlar bizim həyatımızda, yəni belə bir şeylərdir ki, onları biz bilə bilməyimiz üçün mütləq bəzi şeylərin, yəni belə deyək, görməsək belə onu rahat şəkildə qəbullanmaq zorundayıq. Məsələn, deyək ki, biz oxuyuruq rahat-rahat fizikada, elə deyilmi? Birinci kosmik sürət, ikinci kosmik sürət, üçüncü kosmik sürət və falan filan. Sən bu kosmik sürətdən hansında olmusan? Hansında heç birində olmamısan? Və yaxud da ki, Newton görmüsən? Və yaxud da orada amperi görmüsən, hansını gör, heç birini görməmişik. Amma belə rahat-rahat, bandıra-bandıra bir dənə danışırıq, diskussiyalar hazırlayırıq, elmi məqalələri hazırlayırıq. Onun üçün universitetlər hazırlayıb, universitetə qəbul olub, iş dünyasında performanslar göstəririk. Amma halbuki onlar neyniyiblər? Sıfırdan bir şey xəlq eləməyiblər ki, kainatda mövcud olan işləmə mexanizminin bizə sadəcə və sadəcə mexanizminin işləmə formasını elmi dildə bizə danışıblar. Biz də onlara baxmışıq ki, onsuz da bu kainatda bu proses baş verirdi. Amma bunun işləmə mexanizmini daha elmi, daha insanın anlaşıla biləcəyi bir üslubda bizə Newton kimi, Amper kimi, nə bir vaxt da digər alimlər, vaxt da digər bilim adamları bizə göstərmişlər. Amma yenə də bu kəşf olunan şeylər, o alimlər bu işləmə mexanizmini bizə deməsi, sonuçta o mexanizmin sahibini olub olmamağını dəyişməz ki. O konfigurasiya, o frekans, o işləmə mexanizm yenə var idi. Prosta biz bilmirdik. Elmli insanların, yəni bayaq qardaşımın dediyi kimi, görə bilməyən insanların və Allahın lütf elədiyi görmə qabiliyyətinə malik olan insanların göstərməsi ilə ortalığa çıxdı və bizlər də onu daha yaxşı gördük. Və bu əslində dediyim kimi mənəvi yöndən peyğəmbərlər bu işin öhdəliyini götürmüşdü. Maddi yöndən, elmi yöndən də bu işi alimlər öhdəliyini götürüb. Alimlər də vəzifəsini yerinə yetirib icra edirlər və deyirlər. Amma sonuc etibarilə yəni mərifətullah elmindən qırağa çıxa bilmirik. Çünki bu elm, yəni Allahın elmidir. Bu konfigurasiya, bu dəzgah, bu quruluş, bu forma, hüceyrəsindən, stoplazmasından, onun ətrafında neytron, proton, elektron yüklərinin hər birisi sonuçta bir mexanizmin, bir dəzgahın nəticəsini göstərir ki, bu da nəticə etibarilə kimə dayanır? Bir sənətkara, bir işi qurana, konfigurasiya elənə dayanır. Ona da biz bugün Allah Azza və Cəllə deyirik. Yəni sən başqa nə deyə bilərsən? Nə bilim o elm insanlar deyir biz kainatda Tanrı istədiyi tapmışıq falan filan. Bunlar tapmaqla da öyle bu zaten var idi. Sən yəni o şey axtarıb tapmağa çalışsan da çalışmasan da nəticələri dəyişmir. Allah Teala sadəcə insan oldu biraz sərbəst buraxıb ki, o sərbəstliyindən bir nevi özünü tanıya bilsin. Yoxsa həddini aşıb Allah qorusun hədsizliyə girib Allahı inkara getməsin. Ona görə də əzizlərim, mərifətullah məqamı bu işin içində çox önəmlidir. Yəni mənə bu gözü kim vermiş, bu nəfəsi kim vermiş, bu oksigeni kim vermiş, bu elmin içərisində olan baş verən bu proseslər mənə kim vermiş, kimyəvi reaksiyalar kim yaratmış, mənim üçün həyatı kim kolaylaşdırmış, kim rahatlaşdırmış. Yəni bu arxa planda biz bunları Allahı görmək üçün öyrənməliyik. Amma bugün Allah'ı inkar edən bir sistem qurulub, Allah'ı inkar edən bir modelin içərisində biz əriyib baxıb gedirik. Sonra da baxırıq ki, yəni problem üstünə, sıxıntı üstünə. Əlbəttə Allahsız bir yaşamı qurankən Allah o yaşama huzur verərmi? Rahatlıq, kolaylıq, asanlıq verərmi? Yəni təsəvvürlə gəlmisən özüm. Rəhbərliyin belə deyək ki, bir universitetə daxil olmusan, rəhbərliyi nəzərə almırsan, dekan, rektor nəzərə almırsan, universitetin içində keyfə gözəl gəlirsən, keyfə görə dərsə girib çıxırsan. Səni orada saxlayarlar, uzaq başı deyirəm 3-5 dərs saxlayarlar, bəlkə də bir semestr saxlayarlar, yuxarıda gələn tanış hörmətlə. Axırda qardaş, bu yuxarıdan gələn hörmət belə bir müddətdən sonra səni o şeyin götürəcək ki, bu o deyil, bu boş-boş hərəkət deyilir. Yəni dolayısıyla hədsizliyi heç kim tahammül eləyə bilmir, heç kim götürə bilmir. Yəni sən də gəlmisən bu kainata Allah Azza və Cəllənin kainatında hədsizlik edərək inkara saparaq başlamısan əstəğfurullah Allahsızlıq paradigmalarına insanları da saptırmağa. Ona görə də dünya pozula mənfəətkar bir dünyaya çevrildi. Allahu Taala'nın qoyduğu qərarları, qanunları və bizim üçün planlaşdırdığı konfigurasiyaları yaşamayıb tətbiq etmədiyimiz zaman özümüzdən uydurduğumuz bütün tətbiqlər
bumerang kimi sonuçta bizim başımıza bəla olaraq qayıdır. Ona görə də bu bəlanın qayıtmaması üçün canlarım mütləq ilahi sistemə, ilahi frekansa keçiş insanlıq üçün ən böyük qurtuluş çarəsidir. Hələ də dünyanın insanlığın çöküşünün olduğu bir dövrdə. Hətta dünyada belə araşdırırsınız, o gündən bir dərgini oxuyuram, deyir ki, artıq insanlıq dünyada ən pik nöqtəsinə çatdı say olaraq. Artıq get-gedə azalma başladı, qırılma başladı. Nə. Danışıqda təbii bunlar bir verilən rəylərdir də. Yəni xüsusi bir əhəmiyyətə sahib deyil ki, prosta deyirlər. Belə ola da bilər, olmaya da bilər. Yəni rəylərdir. Yəni bu teoriya kimi bir şeydir. Yəni məntiqi əsası nə qədər var, nə qədər yox bilmirik. Amma ümumən göstərməyə çalışdığım budur ki, əzizlərim, yəni Allah var, qəm yox. Allah bəs, qeyri-həvəs. Allah tapan nə itirmiş? Allah itirən nəyi tapmış? Yəni bizim bu prizmamızın yanaşmağı mərifətullah elmində bizim üçün ən böyük qapıları açacaqdır. Sonra nə gəlir? Cin və insin ən parlaq, saadətli və ən tatlı neməti mərifətullah içindəki məhəbbətullahdır. Yəni sən artıq sənə dəyər verən bir Allahı, sənin gözünü, qulağını mükəmməl yaradan bir Allahı bir meyvə verir ki, rəngi gözünün xoşuna, eyni zamanda dadı dilinin xoşuna, vitaminləri bədənin xoşuna gəlir və bəsləyir. Və belə bir Allah sevilməzmi? Ona ibadət edilməzmi? Yəni mərifətullah mərtəbələrində irəlilədiyin zaman məhəbbətullaha zaten ürəyin istəyir keçəsən və o məhəbbətullahın da istədiyi nədir? Görün vallah məndən nə istəyir? Ona necə qulluq eləyə bilərəm? Və nətərdir? Bax, tanımancı bir adama deyirsən, qardaş sən nə qulluq eləyim? Kim kimə yoldakisine deyir ki, mən nə qul xeyr? Hamı bir tanıyır, bir fikir formalaşır. Qardaş, necə durum qulluğunda? Çünki nə bir sevgi formalaşır, bir ilgi formalaşır, bir tanıma modelinə keçilir. Biz də həqiqətən ilk öncə Allahı biləcəyik, tanıyacağıq, öyrənəcəyik, sevəcəyik və ondan sonra namazlar, ibadətlər, şəriətlər, zikirlər, dualar, oruclar, zəkatlar və sədəqələr dövrü gələcək. Amma bugün bizdə əfsuslar olsun ki, çox vaxt bu mövzunu gətirirəm, əfsuslar olsun ki, din tacirlərinin ucbatından biz bugün dindən nə öyrənirik? 2 gün namaza başlayandan sonra atava kafirdir. 3 gün namaza başlayandan sonra insanları konkret olaraq dində necə lazımdırsa yığ sürüb. 2 aydan sonra oldun pre-evliyo. 5 aydan, 1 ildən sonra oldun Şeyxul Əkbər. Füsyoda sən heç kim dəyənməz, əlin ağın öpülməlidir. Range Roverlərdə gəzməlisən. Bəzi ölkələrdə bəzilərinin elədikləri kimi. Xeyr, elə bir şey yoxdur. Hə, müsəlman kasıb olmaması lazım. Müsəlman əlbəttə işləməsi, çalışması, dövrün standartlarına uyğun yaşaması lazımdır. Amma aşırıya da qaçmadan. Aşırıya da yəni belə deyək, yenik düşüb, nəfslərlə yenik düşüb aşırıya qaçmadan. Və biz bu günləri o bəzilərinin ucbatından biz dini öyrənərkən də bu boyda gözəlliklər qalır qıraqda, sadəcə və sadəcə dinin ancaq sadiq qanunlarını. Elə bil ki, gəlin əzizlərim, bizim ölkəmizin mahiyyətini düşünək. Əgər bizdə bayraq sevgisi, insanlıqda vətən sevgisi, bu dəyərlər, milli mənəvi dəyərlər, mental dəyərlər olmasa, o konstitusiyanın nə mahiyyəti qalır? Vərəq oxumaqdan başqa heç bir şey yaramır. Heç kim o konstitusiyaya hörmət qoymaz. Niyə? Çünki bu falan nəyə lazımdır bu? Və amma o dəyərlər bizdə o konstitusiya oxumağa sevgi verir. Dəyər verir, məna verir. Çünki biz bilirik ki, mənim vətənim mənim üçün əzizdir. Mənim bayrağım mənim üçün əzizdir. Mən bu vətən üçün canımı da verərəm. Demək ki, mən bu vətəndə yaşayıramsa, canımı verirəmsə, bunun qoyduğu qaydalar var. Ona da riayət etməyim lazımdır. Elə də, çünki biz tanıyırıq, bilirik deyə bunu eləyirik. Allah Azza və Cəllə tanıyıb, sevib, bildikdən sonra, ondan sonra onun qaydalarına riayət etmək insana daha xoş gəlir. Bu qaydalara riayət etməzsək, bu qaydaları bilməzsək, yəni bizim həyatımızda, yəni iman olmadan dəyişə biləcək xüsusi bir şey olmayacaq. Bu qaydalara riayət edəcəksən, amma için yenə boş qalacaq. İnanın, gedin araşdırın, görəcəksiniz. Səudiyyə Ərəbistanı, Misirlər, Singapurlar, müsəlman ölkələri bunlardan dad qılır. İslam aləmi, hacılar, hocalar, professorlar, 15 qat həcc çempionları, məşhədi çempionları, nə çempionları adını qoyublar. Amma danışdırırsan, dindirirsən, söhbət edirsən, deyir ki, içimdə boşluq var, panik ataqam, o falan. Ya, Rəbbimiz varsa, Allah həqiqətən canı gönüldən iman etmişiksə, Allah var, qəm yox prizmasına yanaşırıqsa, niyə bizim dərdlərimiz baş bəlası olması lazımdır? Dərdlərimizdən nəticələr çıxardıb o dərdləri dərmana çevirməyə bacarmalıyıq. Nəyin sayəsində? Təhqiqi imanın sayəsində. Həmin bu anlatmaya çalışdığım əsl kəlmə-i tevhidin alt yapısında duran 3 mahiyyəti bildikdən sonra, hansı ki Allahı iman etmək, Allahı elmlə tanımaq və Allahı sevmək fəslindən sonra. Rəbbim hər birimizə bu 3 fəsli haqqını anlamağı və daha da o həmin 4-cü fəsil dediyimiz ləzzət ruhaniyə. Yəni əzizlərim, yəni bu imandan ləzzət almaq.
ibadətlərdən ləzzət almaq. Bir də Allah Taala'nın çox belə möhtəşəm, amma eyni zamanda insanoğlunun ilk anda anlamağa çətinlik çəkdiyi bir xüsusi bizim üçün bir imtahanı var. Ləzzət ruhaniyəni bir dənə qısa müddəti ilk əvvələ alır. Fikir vermisiniz, namaza başlayan insanlar ilk bir ayda bir dənə həvəslə namaza başlayırlar. Ay, o məscid sənin, bu məscid mənim, o ziyarətgah sənin, o qardaşlar, o söhbətlər 3 aydan sonra o atımlıq barıtı olan şey kimi, pistolet kimi atdı qutardı. 3-4 aydan sonra namaz qılmadı, nəsə olmadı, belə olmadı. Deyirsə əvvəl kimi deyil, əvvəl şey kimi. Xeyr. Allah Taala sənə o ləzzət ruhani olan 4-cü hissi ilk əvvələ verir ki, necə gözəl bir şey olduğunu anlayasan. Sonra birdən alır deyir, qayıt əvvələ. Birinci iman elə, sonra öyrən, sonra sev, sonra zaten avtomatik ləzzət ruhana dalına gələcək. İnsan axı biraz bir şeydə ləzzət aldığı zaman o şey maraq eləməyə meyillidir. Allah da insanın fitrətini bildiyi üçün o 4-cü qavramı ilk öncə əvvələ alır. Biz də ona görə ilk namaza başlayanlar səbirli olub, namazın həvəs dövrəsindən sonra mütləq imanı billah məsələsindəki mərifətullah, yəni elmlə Allahı bilmə moduna keçməliyik. Yoxsa o namaz bizi nəinki qəbrə, nəinki axirətə, nəinki sırat körpüsünə heç sabaha belə çıxartmaz, Allah qorusun. Çünki nə təkim ayə vardır. Vay o namaz qılan kəslərin halına. Onların namazları əyilib qalxmaqdan başqa bir fayda verməyəcək. Allah qorusun, bu qədər əziyyət çəkib, bu qədər həyata gəlib, o şeylərdə badəva ziyan etməyin inşallah. Rəbbim hər birimizə bu imanı billah haqqı ilə anlamağı, kəlmə-i tövhid şuurunda olmağı və ən əsasda bu həyatı, bu yaşayışı, bu imanı hər birimizin ümumiyyətlə həyatımızda tətbiq etməyi nəsib eləsin. Amin.